الحمد لله الذي جعل رمضان سيد الأيام والشهور وضعف فيه الحسنات والأجور. نحمده سبحانه ونشكره وهو العزيز الغفور، وأشهد أن لا إله إلا الله وحده لا شريك له يعلم خائنة الأعين وما تخفي الصدور. وأشهد أن نبينا محمدًا عبده ورسوله بعثه الله بالهدى والنور، صلى الله عليه وعلى آله وصحبه ومن اقتفى أثره إلى يوم النشور. أما بعد، فأوصيكم بتقوى الله، فإن النجاة والفلاح في التقوى. Aziz, değerli Müslümanlar, ilk önce Allah'tan qorxmağı tövsiyə edirəm. Çünki qurtuluş da, uğur da, nicat da təqvadadır. Və sonra bilin ki, ey oruç tutanlar, ey Ramazana yetişib, onun ibadətini yaşayanlar, bu ay başqa aylara bənzəmir və bənzəri də yoxdur. İşi əzəmətlidir, böyüdür, dəyəri, qədri ucadır, yüksəkdir və vaxtı ilin ən şərəfli vaxtıdır. Fəziləti saysız hesabsızdır, saymaqla bitmir, tərifləri tükənmir. Elə bir mövsüm ki, ticarət etmək istəyən üçün bol qazanc var onda. Və həmçinin də azmış, özünü günahlara sürükləyənlər üçün həlak var, əgər istifadə etməsələr ondan. Və artıq Ramazanın əvvəli gedib, ortasına çatmışıq. Artıq ay bütövlənib, tamamlanıb, əksəri yoxdur artıq bu günlərin. Bu fürsət hansı ki gəlmişdi, sürətli bulut kimi ötüb keçir. Ona görə çalış ki, bu qapı bağlanmamış, ondan daxil ola biləsən. Tələs bu vaxtlardan bacardığın qədər istifadə etməyə, həmd et, şükür et Allah Teala'ya ki, çatdırıb səni bu aya imkan verib, yaşamağa bu ayı. Ona görə itayətində, ibadətində çalış, hələ bitməmiş, qurtarmamış. Çalış ki, bu ayda olan savabdan nəsə pay əldə edə biləsən. Və bu saatlar nə qalıbsa ondan onlar da keçib gedəcək, uğurlanacaq, sonra axtarılacaq. Və bu qonaq az qalıb ki, səfərə çıxsın, bu ay sona çatsın. Ona görə nə qalıb, onda səy göstər ki, keçmişdə olanlar bağışlansın. Və əgər nə qalıb onda istifadə etməsən, keçmişdə olanlar üçün də, gələcəkdə olanlar üçün də bil ki, onsuz da sorğu-sual olunacaqsan. Və Ramazan ayı, bu əzəmətli ay, artıq yarısındayıq dediyimiz kimi. Artıq bu əzəmətli ay çevrilib getməkdədir. Kim bu ayda Allahın ipindən yapışdısa, tutundusa, böyük bir xeyr əldə edib. Və kimin ayaqları sürüşdüsə, bu ayı dəyərləndirmədisə, həqiqi məhrum odur. Ona görə də həqiqi bədbəxt, həqiqi qafil o kəsdir ki, bu ayı asilik içərisində davam etdi. Rüsvayçılıq, rəzillik, arxayınlıq, peşmançılıq qaldı ona. Halbuki buyurur ki, Rəbbimiz, ya ibadi, innəmə hiyə əməlukum muhsihə ləkum. Ey bəndələrim, bu yalnız sizin əməllərinizdir. Onları sizin üçün sayırıq. Thumma uvaffikum iyyəha. Sonra
sizə onların mükafatını verəcək, əvəzini verəcək. Fəmən vəcədə xeyran fəliyəhmədillah. Kim xeyr tapsa, Allah Taala'ya həmd etsin. Və mən vəcədə qeyrə zəlik fələ yəlummənnə illə nəfsə. Kim ondan başqasını tapsa, öz nəfsindən başqa heç kimi günahlandırmasın. Və Ramazan ayının günləri əzəmətli günlərdir. Ona görə qorunmalıdır, hörməti saxlanılmalıdır, ehtiram edilməlidir, alçaldılmamalıdır. Ona görə hər kəs baxsın bu ayda etdiyi əməllərinə, baxsın danışdığı sözlərinə, baxışlarına nə qazanıb, baxsın əzalarını şərdən, boş-boş əyləncələrdən qoruya bilib yoxsa yox. Baxsın bu əzəmətli səfər üçün lazımı qədər yetərincə azıqa götürə bilib yoxsa yox. Yoxsa ki, bu ayda özünü Allah Taala'nı qəzəbləndirəcək əməllərə ərz edib, sövq edib, haqsızlıq edib, günah edib. İbn-i Xuzeymə rahiməhullah, eləcə də İbn-i Hibban öz səhihlərində rəvayət edirlər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm qalxdı minbərinə, dedi əmin, əmin, əmin. Və səhabələr dedilər ki, ya Rasulallah, minbərə qalxdın, dedin əmin, əmin, əmin. Dedi ki, sallallahu aleyhi və səlləm, Cəbrail yanıma gəldi. Dedi ki, Ramazan ayı daxil oldu və kimsə bağışlanmadısa, o da daxil oldusa, Allah Taala onu uzaqlaşdırsın. De əmin, dedim əmin. Və Qatədə rahiməhullah deyir ki, kim Ramazanda bağışlanmadısa, o bağışlanmayacaq. Ona görə də bu günlər, ömrümüzdən olan bu vaxt, məsuliyyəti boynumuzdadır. Nə etmişik bu günlərdə? Məsləhətimizə qayıdan, bizə fayda verən işlərdə keçirmişik, yoxsa yox. Allahın itayətində, zikrində, kitabının tilavətində, dininin təlimində keçirmişik, yoxsa yox. Hər kəs baxsın etdiyi əməlinə, onun lehinədir, yoxsa əleyhinə. Yoxsa ki, bu günləri ancaq boş əyləncələrdə, oyunda keçirmişik, hansı ki, heç kəsə bir fayda kimi qayıtmır. Əksinə, Allah Taala'dan uzaqlaşmaq üçün səbəblərdir. Ona görə də Ramazan ayı bəs edir sənin üçün ki, Allah Taala'nın oddan qullarını azad etdiyi bir aydır. Elə bir aydır ki, Allah Taala bədbəxtlik diyarından, məhrumiyyət, rəzillik diyarından öz bəndələrini xilas edir bu ayda. Əbu Umamə radiyallahu anhu deyir ki, Allahın hər iftarda azad etdiyi qulları var. Həmçinin Əbi Səidin Xudri radiyallahu anhu deyir ki, Allah Taala hər gecə, hər gündüz öz qullarından azad edir. Yəni Ramazanda. Ona görə Allah sizə rəhm etsin. Nə bacarırsınızsa bu ayın fürsətindən dəyərləndirin. Özünüzü Allahın qəzəbindən, əzabından, cəhənnəmindən xilas edə bilirsinizsə, azad edə bilirsinizsə, fürsətdir. Ərz edin özünüzü Allah Taala'ya. Onunla alışveriş edin. Satın alın canlarınızı öz ibadətinizlə, itayətinizlə. Təbarani rəvayət etdiyi hədisdə, hansı ki Şeyh Albani həsənləşdirib, Ənəs ibn Malik radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmdən rəvayət edir. Deyir ki, İf'əlul xeyrə dəhrakum tu'radu li nəfəhəti rəhmətillah fə innə nəfəhətun min rəhmətihi yusibu biha mən yəşəu min ibadih. Ömrünüzün hər bir anını xeyrə həsr edin, hər bir anında xeyr edin. Çünki Allah Taala'nın bu ömrün günlərində əstirdiyi rəhmət mehi var və Allah Taala bu rəhmət mehindən, bəndələrindən istədiyinə toxundurar. Ona görə də Ramazan fürsətdir, qazanc əldə edə bilməyin üçün və bu fürsət genişdir. Heç də təkcə orucla kifayətlənmir. Əksinə yaxşılıq et, yaxşılığı yay, ehtiyac sahiblərinə kömək et, zəiflərə, yoxsullara əl tut və Peyğəmbər sallallahu aleyhi və səlləm insanların ən səxavətlisi idi.
ve Ramazan dahil olanda, Cebrail'le karşılaşanda, Cebrail ona Kur'an öğretende daha da sekavetli olurdu. Bir ki İbn Abbas radıyallahu anhu, Peygamber sallallahu aleyhi ve sellem sürekli esen küleyden daha sekavetliydi. Ve hemsinin Ramazan fırsetti. Diğer ibadetler için, o ibadetlerden kazanç elde etmeyin için Allah'ın kitabını tilavet edebilirsen et. Gece namazları, teravih namazları kıl, sedeke ver, yemeği yedizdir, oruç tutana iftarını açtır. Hemsinin bu ayın ümresi var. Bacarırsan et. Hemsinin bu ayın son 10 gününde Peygamber sallallahu aleyhi ve sellem itikaf edip, Ramazanın son 10 gününde itikaf etmek, Peygamber sallallahu aleyhi ve sellemin terk etmediği sünnesidir. O gecelerde Kadir gecesini aktarardı. Ayşe radıyallahu anh'a diyerdi ki, Peygamber sallallahu aleyhi ve sellem Ramazanın son gününde itikaf edip, hatta ölene kadar ondan sonra kadınları da itikaf edip, ve Zuhri rahimahullah deyir ki, təəccüb edirəm Müslümanlara, necə itikafı terk ediblər? Baxmayaraq Peygamber sallallahu aleyhi ve sellem Medine'ye geldiği gündən ölene kadar itikafı terk etmeyip, ona göre ağıl sahibi derk eder, sadik olar ve fürsete bakar, görer ki fürsət hələ də var ve geçse qayıtmaz. Ona göre çalışar, istifade etsin. Ona göre Allah size rəhmət etsin. Bu əzəmətli fürsəti değerlendirin. Öz nəfsinizdən Allah'a xeyir olanı gösterin. Ve ne xeyir edeceksinizse Allah'ın yanında tapacaksınız. Ve Allah'ın yanında olan daha hayırlı, daha əzəmətli savabdır. Allah'tan bağışlanma dileyin. Həqiqətən Allah Teala bağışlayan, rəhimlidir. Allah Teala qəlblərimizi qəflətdən oyatsın. Bize ölməmişdən qabaq sadiq, tövbə nəsib etsin. Bize uğur, zəfər nəsib etsin. Bu ayda xilas etdiyi, cəhənnəmdən azad etdiyi bəndələrindən etsin. Allah Teala ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qorusun. Ölkəmizi əmin-amanlıq diyarı etsin. Düşmənlərin şərrindən, məkrindən, hiləsindən qorusun. Ölkə başlığımızı qorusun. Onun işlərində müvəffəq etsin. Ətrafında ona xeyirdə dəstək olan insanları cəm etsin. Şər, məkirli insanları ondan uzaq etsin. Əqulu mə təsmə'un və əstəğfirullahi li və ləkum və li səiril muslimin min kulli dəm fəstəğfiruhu innehu vəl-ğafurur-rahim. Elhamdülillahi Rabbil ələmin və s-salatu və s-salamu alə əşrafil ənbiyayı vəl-mursalin Nəbiyina Muhammedin və alə alihi və sahbihi və səlləmə təslimən kəthira. İbadallah, İnnəllaha ya'muru bil-adli vəl-ihsani və itə'i zil-qurbə وينهى عن الفحشاء والمنكر والبغي يعظكم لعلكم تذكرون. وأقم الصلاة.